Herkese merhabalar. Atavatan Azerbaycan'da ve Azerbaycan'ın en kadim Türk şehri Şeki'deyiz efendim. Şeki'de Türk dünyası için önem arz eden bir isim, bir halk şairi ve Türk dünyasının bütün sözlerini bütün uluslara ulaştırmış çok önemli bir şair ve önemli bir Türkçü Bahtiyar Vahapzade'nin ev müzesindeyiz. Ve yanımızda şu anda Şeki Gazetesi'nin baş redaktörü ve aynı zamanda şairimiz Sayın Bahtiyar Vahapzade Beyefendi'nin uzun yıllar dostluğunu kazanmış ve aynı zamanda öğrencisi olmuş gazeteci Sayın Akif Salan Beyefendi şu anda yanımızda ve onunla Bahtiyar Vahapzade'nin ev müzesinde kendisinden özel görüşler, özel açıklamalar alacağız. Efendim çok teşekkür ederiz. Çok sağ olun, hoş gelmişsiniz. Biz çok sevinirik ki bizi yad eləmisiniz, bu yurdu ziyaret eləmisiniz. Bu bize gurur verir. Bəxtiyar Vahabzadə bütün təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının milli iftiharıdır. Biz bunu hər addımda hiss edirik. Möhtərəm Cənab Prezident bütün bunları nəzərə alaraq Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyini keçirilməsiyle bağlı qərar qəbul edib, qərar verib, sərəncam verib. Ona görə də burada çoxlu qonaqlar gəlir. Türk dünyasının bütün güşələrindən burada qonaqlar olur. Əsl ziyarətgaha çevrilib bura. Və siz də xoş gəlmisiniz bu ziyarətinizə görə. Mən alqışlayıram bunu. Və özüm üçün çox qürurlu hesab edirəm ki, siz müsahibə üçün məni dəvət eləmisiniz. Evet. Bayaq gözəl dediniz, Bəxtiyar müəllim mənim müəllimim olub. Universitetə oxuyanda. Daha doğrusu o Bakı Dövlət Universitetinin bütün tələbələrinin müəllimi olub. O mənada ki, Bəxtiyar müəllimin mühazirələrində hamı iştirak etməyə çalışırdı. Yəni o mühazirələrdə, o auditoriyada yer olmurdu adətən. O dərs deməməyindən asılı olmayaraq hamı istəyirdi ki, Bəxtiyar müəllimin mühazirələrində, dərslərində iştirak eləsin. Sonra talih belə gətirdi ki, Bəxtiyar müəllim mən təyinatla Şəkiyə işləməyə gələndən sonra da bizim dostluğumuz davam elədi. Yəni o tələbələri ilə çalışırdı ki, qayğı göstərsin, dostluq edirdi onlarla. Xoşbəxtlikdən onlardan biri də mən olmuşdum. Yəni ki, bu mənim naxşıma düşdü. Sonra Bəxtiyar müəllim buradan millət vəkili seçiləndə biz ictimai əsaslarla deyirik. Onun köməkçilərindən də biri mən olmuşam. Evet. Yəni bu mənada Bəxtiyar müəllimlə bizim gözəl bir yerdə olan günlərimiz çox olub. O gəncliyə, gənc yazarlara çox böyük qayğı göstərirdi. Bizim Şəki qəzeti redaksiyasının yanında Səbuhi Ədəbi Məclisi vardı. Bu məclisin o fəxri rəhbəri idi, fəxri üzvü idi. O işinin gücünün çox olmasına baxmayaraq gəlib o görüşlərdə iştirak edirdi. Gənc şairlərə uğurlu yol yazırdı, məsləhət verirdi. İndi biz o yerdəyik ki, bura Bəxtiyar müəllimin ata yurdudur. Mən istəyərdim ki, o barədə sizə bir qısa da olsa danışım. Deməli, Bəxtiyar müəllim bu evi, ata yurdunu uşaq bağçasına çevirdi. Evet. Uşaqlara bağışladı. O vaxt bu ərazidə uşaq bağçası yox idi. O bunu nəzərə alaraq öz ata yurdunu uşaq bağçasına çevirdi. Sonra bura muzey olanda artıq ki, Bəxtiyar müəllimin ev muzeyi kimi dövlət istədi bunu eləyəndə, onda şərt qoydu ki, gələk onda uşaqlar üçün gözəl bir bağça tikilsin. Bundan biraz aralıda siz görmüşsünüz, yəqin çəkəcəksiniz, Allah qoysa. Bəxtiyar müəllimin arzusu nəzərə alınaraq bu ərazidə böyük bir uşaq bağçası inşa olundu. Bəxtiyar müəllim Türkiyədə də çevirilər. Biz Türkiyədə səfərdə olanda, İstanbulda, Konya'da, Ankara'da biz bu universitetlərdə, görüşlərdə biz bu məhəbbəti hiss eləmişik. İndi sizin bura gəlişiniz bir daha o məhəbbətin təzahürüdür. Bir daha görsənirsiniz, təkcə Türkiyədə yox, Bəxtiyar müəllimi elə ata yurdunda axtarırsınız. Öz ata yurduna ziyarətə gəlmişsiniz. Bəxtiyar müəllim Şəkidən deputat seçildi bir müddət, yəni uzun müddət sağlığında o bir sıra xeyirxah işlərin bünövrəsinə qoydu. Belə. Və Bəxtiyar müəllimin bu gün də ata yurdu
ziyarətgaha çevrilib dediyim kimi. Ümumiyyətlə bu şəhərin yuxarı baş hissəsidir. Qəribədir ki, bu yurdun çox qəribə taleyi var. Bura eyni zamanda alimlər yurdudur. Mirza Fətəli Axundovun yurdudur. Sabit Rəhmənin yurdudur. Yəni Azərbaycanın görkəmli korifeyləridir bunlar. Şəfiqi Axundovanın yurdudur. Evet. Mirza Fətəli Axundovun təkrar elədim, böyük türk dünyasının, böyük şərqin böyük filosofudur. Yəni bu siyahını bir daha artırmaq da olar. Bu yurt çox belə qəribədir bu mənada. Alimlər yurdudur, müəllimlər yurdudur. Ki sizler de buradasınız. Evet. Ve sizlerle şu anda zaten bu müsahibeyi yapmak da bizim için çok büyük bir şeref. Bunu da vurgulamak isteriz. Çox sağ olun, çox razı qaldım. Və bugünkü görüş mənə elə gəlir ki, tarixə çevriləcək, gənc nəsillərin yadında qalacaq. Mən gündəki görüşlərdən də sonra sizə uğurlar arzulayıram. Evet. Efendim size çok önemli bir sual yöneltmek istiyorum. Ülkemiz Şimali Kipr Türk Respublikası baresinde. Şöyle ki biliyorsunuz 2023. yılda Türk Devletleri Teşkilatı'na gözlemci üye statüsüyle Şimali Kipr Türk Respublikası Türk Devletler Teşkilatı'nın içindeki yerini aldı. Ve bu gelişmelerden sonra yine bundan tam 2 yıl önce Cenab-ı Prezident Cumhurbaşkanımız Sayın Ersin Tatar Beyefendi'yi Bakü'de resmi bayrağımızla birlikte resmi sarayda kabul etti. Ve bunun hemen ardından da şu anda yine Şekili deputatımız hürmetli Cavanşir Feyziyev'in başkanlığını yapmış olduğu Azerbaycan Milli Meclisi ve Kuzey Kıbrıs Türk Cumhuriyeti Milli Meclisi dostluk grubu yaratıldı ve hala hazırda da şu anda hürmetli deputatımız Cavanşir Feyziyev bu dostluk grubunun başkanlığını yürütmekte. Ve şu anda efendim Kuzey Kıbrıs Türk Cumhuriyeti'nin tanınması baresinde çok yakın yıllarda ne gibi bir görüşünüz olur ki Kuzey Kıbrıs Türk Cumhuriyeti tüm dünyada artık tanınabilsin? Sizin görüşleriniz nicedir bu konuda? Əvvəl çox sağ olun ki, hörmətli Cavanşir müəllimin adını çəkdiniz belə. Cavanşir müəllim böyük türkoloqdur, böyük türk tədqiqatçısıdır. Onun Türk Dövlətləri Birliyi kitabı var, 5 cildliyi var. O Türk xalqlarının tarixi, məişəti, əlaqələri, inkişafı ilə bağlı böyük bir monoqrafiyası var. Bəli, o çox qiymətli bir töhvədir bizim türk xalqları üçün, bizim türk cəmiyyəti üçün. Və xoşbəxtlikdən belədir ki, mən uzun illər Cavanşir müəllimlə bir yerdə işləmişəm, Evet. onun köməkçisi olmuşam. Elə indi də səlahiyyətli nümayəndəsi kimi mənə elə gəlir ki, söz deməyə haqqım var, hüququm var. Bəli, Cavanşir müəllim bu dostluq qrupunun rəhbəridir. O bütün tez-tez televiziya verilişlərində, görüşlərində Kıbrıs Türkiyəsi haqqında danışır və o dostluğun belə deyək, canlı bağlantısını yaratmağa çalışır. Evet. Və biz artıq Cavanşir müəllimin timsalında Kıbrıs Türkiyəni yaxşı tanıyırıq. Yəni olmasaq da, ora getməsək də, görüşməsək də oradakı insanlardan o qədər zəngin təəssüratla danışır ki, Cavanşir müəllim bu görüşlərdən, orada gördüklərindən, oradakı insanların bizə Azərbaycanlılara olan istiqamlı münasibətindən. Elə bil ki, biz onu artıq tanıyırıq. Biz Kıbrıs Evet. Türkiyəsini tanıyırıq. Düzdür, mən Türkiyədə olmuşam. Bayaq dedim sizə, İstanbulda, Ankara'da, Konya'da filan. Amma elə hesab edirəm ki, yəni bu danışıqlardan mən Kıbrıs Türkiyəsində də olmuşam. Çox gözəldir, çox sevindiricidir ki, Kıbrıs Türkiyəsi də öz istiqlaliyyətinə qovuşub, yəni Türk dünyasına qovuşub. Uğurlar arzulayıram. Evet. Allah koysa növbəti görüşlərdə biz Kıbrıs Türkiyəsində görüşərik. Evet, mutlak sizleri de tabii ki yavru vatan Kuzey Kıbrıs Türk Cumhuriyeti'nde ağırlamak, oralarda görmek ve orada yine görüşlerinizi almak bizler için büyük bir şereftir. Nitekim Şimali Kipr ile Azerbaycan arasında yaratılan bu dostluk münasebeti tam da bu noktada kadim Türk şehri Şeki ile Kipir'in artık apayrı bir bağı var. O da tabii ki de hürmetli deputatımız Cavanşir Feyziyev'in Şeki deputatı olması münasebetiyle Şeki'den Kipir'e uzanan bir bağ var. Bu bağı da vurgulamak istedik. Sizin huzurunuzda nazara çarptırmak istedik. Təşəkkür eləyirəm. Yüksək dəyərinizə görə, Cavanşir müəllimin xidmətlərinə verdiyiniz dəyərə görə, Bəxtiyar yurdunu ziyarət etdiyinizə görə, bizi ziyarət etdiyinizə görə, bu tribunanı bizə verdiyinizə görə, etimad göstərdiyinizə görə çox sağ olun, çox razıyıq. Bizler çok teşekkür ediyoruz efendim. İyi ki varsınız. Saygılarımızı sunuyoruz sizlere. Çox sağ olun, xoş gəlmisiniz. Çok sağ olun. Evimizin də, bayaq sizə dedim,
Qəlbimizin də qapısı Kıbrıs Türkiyənin üzünə açıqdır. Çok sağ olun. Buyurun.